Hər kəsə salam, kimyəvi reaksiyanın təslifatı və istilik effekti bölməsindən 11-ci sualın izahına baxaq. Demək, bizə maddələr verib. Sinkes, SO2 və sinkoksid. Onların əmələ gəlmə istilikləri qeyd olunmuşdur. İlk olaraq deyir ki, sinkeksin tam yanma reaksiyasının tənliyini yazın və əmsallaşdırın və reaksiyanın istilik effektini hesablayın. İlk olaraq yanma reaksiyasının tənliyini yazaq. Sinkes plus oksigen alınır. Sinkoksid və SO2. Əmsallaşdırırıq. Bura 2, oksigenin qarşısına 3, bura 2 və burada 2. Sonra hər bir maddənin əmələ gəlmə istiliyini üzərində qeyd edirik və əmsalını vurmaq şərti ilə. Sinkesin əmələ gəlmə istiliyi 200-dür, vururuq əmsalını 2 edir 400. Bəsit maddələrin əmələ gəlmə istilikləri 0-a bərabərdir. Sonra SO2-nin əmələ gəlmə istiliyi 300-dür, vururuq əmsalına 2-yə edir 600. Sonra sinkoksidin əmələ gəlmə istiliyi 350-dir, vururuq əmsalına 2-yə edir 700. Demək, yanma reaksiyasının tənliyini yazdıq. Bu birincidir bizdən istədiyi. Sonra reaksiyanın istilik effektini hesablayın. Demək, reaksiyanın istilik effektini əmələ gəlmə istiliyini əsasən hesabladıqda məhsulun əmələ gəlmə istilikləri cəmindən başlanğıc maddənin əmələ gəlmə istiliyini çıxırıq. İndi məhsulumuz nə qədərdir? Məhsullar reaksiyanın, yəni bu oxun sağ tərəfində olanlardır. Sinkoksidin əmələ gəlmə istiliyi 700, SO2-nin 600. Bu oldu məhsulumuzun əmələ gəlmə istiliyi. Çıxırıq başlanğıc maddənin. Oksigen yəni bəsit maddədir. Onun əmələ gəlmə istiliyi 0-dır. Sink-esin isə əmələ gəlmə istiliyi 400. 1300 çıxılsın 400 edəcək 900 kilojoule.